Dədə balası, Lənkəranın ən məşhur restoranlarından biri Dörd Fəsil restoranı və onunla üzbəüz məhəllədə bir dənə belə əmlak satılır. Gəlin gedək görək əmlak nədən ibarətdir. Dostlar, baxın, düz magistral yolun kənarında birinci torpaq. Burada torpağın sotu minimum 10.000 manatdır. Amma biz sizə bu boyda əmlakı elə torpağın qiymətinə verəcəyik, ondan da ucuz düşəcək. Gəlin getdik. Deməli 7 sot torpaqdır. Baxın 7 sot torpaqdır. Bir dənə belə ev tikilib burada. Ben nəzərinizə çatdırım ki, evin bütün proyekti hazırdır. İndi proyekti də tağ eləyirik. Orada görəcəksiniz. Proyektlər də veriləcək sizə. Bundan sonra bu evi davam da elətdirə biləcəksiniz. Birinci mərtəbə baxın, görürsünüz 40 sant divardır. Tikilib, üstünə monolit atılıb, eyvan üçündə monolit atılıb. Bu evin arxa tərəfidir, yola tərəf olan hissəsidir. Gəlin gedək, qarşısıyla da tanış olaq. Çox gözəl torpaqdır dostlar, çox gözəl torpaqdır. Bilirsiniz də mən elə-belə tərif vermirəm heç nəyə. Heç nəyə elə-belə tərif vermərəm. Həqiqətən də tərifə layiq bir yerdə yerləşir. Çox gözəl torpaqdır. Baxın, giriş sağ tərəfdəndir. Kolonları görürsünüz. Yüksək səviyyədə tikinti aparılır burada. Tikintidən az çox anlayan insanlar gələrlər. Hər bir şeyi dəqiqliyi ilə göstərərəm onlara. Evin üstü tam olaraq monolit tökülüb. Baxın, buradan ikinci mərtəbəyə çıxışdır. Görürsünüz, pilləkənlərlə çıxdıq. İkinci mərtəbəyə, yuxarıda monolitdir. İndi yuxarıdan görüntüləri sizə əməkdaşımız verir. Həyət başdan başa hasara alınıb. Hələ hansı tərəfdən baxırsan, bax, hasarın qiyməti elə bir 15.000 manatdır, gözəl qardaşlar. Burada indi otaqlara bölünüb, nə bilim, sanitar qovşağı falan. İndi bu bölgüləri siz sonra yenə də deyirəm, təkrarsızlıq olmasın, dəyişə də bilərsiniz. Amma eyni ilə bu proyekti verəcəyik sizə. Özünüz bilərsiniz, necə istəyirsiniz, elə də yaradıb ərsəyə gətirərsiniz. Quyu var, çəm var, müəyyən işləri görmək üçün bunlar sizin üçün üstünlükdür. Yaxın gəlin, söhbət eləyərik. Bu da evin qarşısındakı həyət hissəsidir. Müxtəlif meyvə ağacları əkilib. Heç də indi burada landşaft salarsınız, sərgə-səhman yaradarsınız. Evin üstünü tikə də bilərsiniz. Hətta ürəyiz istəsə sizə proyekt verərəm. Heç bunun üstün ikinci mərtəbəsini qaldırmazsınız. Elə bir mərtəbəli bir dənə burada qəşəng bağ evi yaradarsınız, hovuzlu falanlı. Qiymət 75.000 manat. Bütün sənədlər qaydasındadır. Qanuni çıxarışı var. 75.000 manata bu əmlakı əldə edə bilərsiniz. Tələsin, əldən verməyin, dədə balaları.